Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ve men tebiyahum bi ihsanin ila yevmiddin əmmə ba'd. Deməli, qardaşlar, biz Uca Allahın müvəffəqiyyəti ilə Umdatul Əhkəm kitabının şərhini oxumağa davam edirik. Şeyx Abdurrahman Əs-Sa'd rahimehullahın şərhi ilə. Və indi gəlmişik 4-cü hədisə. Ən Abil Minhal Seyyar ibn Səlamə qal. Əbu Əl-Minhal Seyyar ibn Səlamə deyir ki, mən və atam Əbu Bərzənindir. Əbu Bərzə Əsləmin yanına daxil olduq. Fəqalə ləhu əbi. Ona deyir, atam dedi ki, keyfə kənə nəbiyyü sallallahu aleyhi və səlləm yusalli əl-məktubə. Bir Peyğəmbər sallallahu aleyhi və səlləm fərz namazları necə qılardı? Fəqal. O da deyir ki, yəni Əbu Bərzə Əl-Əsləmi deyir ki, kənə yusalli əl-həcirə əlləti təd'unəhə l-ulə hinə tədhədu əş-şəms. Sizin birinci namaz dediyiniz o namazı əl-həciranı, o deyir, günəşin zeniti keçdikdən sonra qılardı. Yəni günəş artıq tam zenitə gəldikdən sonra zeniti keçdikdə qılardı. Və yusalliyəl asra thumma yarci'u əhəduna ilə rahlihi fi aqsal mədinəti və şəmsu hayyə. Və əsri isə deyir, qılardı. Sonra deyir, əsrdən sonra bizlərdən hər hansı biri Mədinənin deyir, ən ucqar nöqtəsindəki evinə qədərdir, qaldığı yerə. Günəş isə hələ də canlı olardı, parlaq olardı. Və nəsitu mə qalə fil məğrib. Və ravi deyir ki, mən unutdum, məğrib haqqında nə deyildiyini unutdum. Və kənə yəstəhibbu ən yuəxxira minəl-işə əlləti təd'unəhə əl-atəmə. Və o deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm sizin atəmə adlandırdığınız namazı, yəni işə namazını gecikdirməyidir, müstəhəb görərdi. Biraz gecikdirərdi. Və kənə yəkrahun nəvmə qabləhə vəl-hədisə bə'dəhə. Və deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem işə namazından qabaq yatmağı, sonra da danışmağı sevməzdi. Və kənə yənfətilu min salatil qadəti hinə ya'rifur rəculu cəlisə. Və əl-qadə namazını da, yəni sübh namazını da deyir, o vaxt bitirərdi ki, oturan yanındakını tanıyardı. Yəni, biraz elə bir ki, aydınlaşırdı da artıq. Və kənə yəqra'u bis-sittinə ilə miyə. Və sübh namazında 60-dan 100-ə qədər də ayə oxuyardı. 60-dan 100-ə qədər də ayə oxuyardı. Və hədisi İmam Buxari rahimehullah rivayət edib 547-ci hədisdir və İmam Müslim rivayət edib 647-ci hədis. Və deməli, şeyx bu hədisin şərhində buyurur ki, burada deyir o ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin fərz namazları qılması haqqında sual verir. Bu deyir, həmən o namazların sifəti, forması, şəkli haqqındaydı, yoxsa vaxtları haqqındaydı? Sual çıxır. Burada deyir, cavab odur ki, burada vaxtları haqqındaydı. Yəni, hansı vaxtlarda qılırdı? Yəni, hədisdə ümumi gəlir. Yəni, namazları necə qılardı? Amma əslində orada sahabədən namazların qılma vaxtını soruşub. Və bu da deyir, özündən öncəki hədisdəyi kimidir. Keçən dəfə oxuduğumuz hədisdə namazların vaxtlarından gelirdi söhbət. Və həmçinin burada bu namazların vaxtları ki var, burada sahabə deyir, bu deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin həmişə daim bu vaxtlarda qıldığına dair. Yəni, həmişə olduğu hal idi. Amma nadir olaraq namazların fərqli-fərqli vaxtlarda qılınması bəzən biraz tez, bəzən o deyir, onun deyir, bir bu məsələyə belə deyək ki, təsiri yoxdur. Əsas odur burada, Peyğəmbər sallallahu əleyhi və səlləm hər zaman hansı hal üzrə qılıb ondan gedir söhbət. Burada da görünür ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bütün namazları ilk vaxtında qılıb. Bütün namazları ilk vaxtında qılıb, ancaq işadan başqa. Onu deyir, gecikdirməyi müstəhəb görüb Peyğəmbər sallallahu əleyhi və səlləm. Və həmçinin bundan öncəki hədisdə də biz gördük, orada deyir, möminlərin halına fikir verirdi. Keçən dəfəki hədisdə dedi ki, əgər görsə ki, bütün sahabələr toplanıb hazırdır, namazı tez qıldırardı. Vaxt, yəni girən vaxtında. Görəndə ki, onların gəlişi yubanır, onda deyir, gecikdirərdi ki, ta ki hamısı gəlsin. Və yaxud da ki, məsəl üçün, hər hansı bir səbəbə görə, hər hansı bir əngələ görə bəzən namazların vaxtının yerini, yəni çıxmamaq şərti ilə. Namazın vaxtının çıxmamaq şərti ilə yerini dəyişir. Məsəl üçün, zöhrüdə şiddətli isti olanda zöhr vaxtında, günorta vaxtında şiddətli isti olanda deyib ki, biraz səhərinə buraxın. Keçən dəfə onu da oxuduq.
ən o ilkin vaxtında yox, biraz deyib gözləyim, biraz elə bir ki, səhərinləşsin. Yəni, biraz o istinin şiddəti azalsın, sonra qılın. Belə yəni hallar istisna, qalan vaxtlarda həmişə namazın ilk vaxtında, girən vaxtında qılıb. Ona görə də deyir ki, həmçinin burada hədisdə ona dəlil var ki, insan bilmədiyi bir şey deməlidir ki, bilmirəm. Yaxşıdır ki, insan bilmədiyi şey desin, bilmirəm. Və unutduğunu da desin ki, unutmuşam. Və yaxud da desin ki, mən bilmirəm. Özünü deyir, bilmədiyi bir şeylə yükləməsin. Bilmədiyi bir şeyə cavab verərək özünü yükləməsin. Ravi əslində sahabədən Peyğəmbər sallallahu əleyhi və səlləm namazların hamısının vaxtını eşitmişdi. Soruşmuşdu, o da demişdi. Amma məğribi unudur. Deyir, unutdum deyir məğrib haqqında necə dedi. Məğribə gələndə özündən nəsə demədi. Unutduğunu deyir, o hissəsini unutdum. Amma sübhü, zöhrü, əsri, işanı eşitdiyi kimi dedi. Yəni nə vaxt Peyğəmbər sallallahu qılıb deyir, məğrib haqqında deyir, unutdum nə dediyini. Yəni sahabə deyib ha, o deyib, bu ravi unudub. O unutduğu hissəsini deyir ki, unutmuşam. Özünə eyib görmür onu. Yəni bir dənə hədis eşitmirsən, onu orasını unutmusan, o nətər olur? Yox, eyib deyil. Bilmirsən, qırışdığını bilmirəm. Unutmusan, deyən unutmuşam. Demiş deyil qardaş, just unutmuşam. Yoxsa özündən bilmədiyin şeyləri deyib, özünü yükləməməlisən. Bilmədiyin şeyi bilmədən elə təqribi də, belə zənni olaraq cavablar vermək olmaz. Çünki bu bizim dinimizdir. Sən ki, məsələn, bir fətva verərsən, nə eləyərsən, o da ona görə əməl eləyər, xəta eləyər, bu davam eləyər, nəşə illər. Ona görə sən bilmədiyini deməlidir ki, bilmirəm. Və həmçinin bu hədisdə ona deyir, dəlalət var ki, insanın Quran və sünnətdə olan ləfzlərə üstünlük verməsi yaxşıdır. Bax, burada gördünüz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin o namazları vaxtı haqqında soruşanda o namazların Quran və sünnədə keçən adlarını deyir, dedi. Deyir, məsəl üçün, siz deyir, ona atəmə deyirsiniz, o işa. Atəmə dediyiniz işa namazı. Çünki onlar o vaxtların ərəblər işaya atəmə deyirdilər. Atəmə də ona görə deyirdilər ki, atəmə gecikdirmək deməkdir. Atəmə işa namazının vaxtını gecənin o zülmət vaxtına qədər gecikdirməyə deyilir. Çünki onda deyir, ərəblər dəvə sağmaqla axşam vaxtı, məğribdən sonra dəvələri sağmaqla məşğul olduqlarına görə işa namazının vaxtını gecikdirirdilər, gec qılırdılar. Əslində burada bir problem yoxdur gecikdirmələrində. Peyğəmbər sallallahu əleyhi və səlləm gecikdirir. Sadəcə o gecikdirdiklərinə görə İşanı atəmə adlandırırdılar. Əslində İşa zülmət, qaranlıq demək deyil. İşanın özünün mənası odur ki, yəni məğrib qurtarandan sonra o göydəki o qızartılıq zat itir, amma tam belə zülmət olmur da. Biraz o havada biraz sanki biraz şey qalır. O itəndə işanın vaxtıdır. Amma bir müddət keçirəndən sonra tam o zülmət, o artıq atəmədir. Onu gecikdirmək hesabı. Yəni ki, atəmənin mənalarından biri zülmət, qaranlıq deməkdir. Onlar ona zülmət, qaranlıqda qıldıqlarına görə o ad deyirdilər, gecirdiklərinə görə. Amma deyir, onun adı işadır. Görürsən? Bu da deyir, ona dəlalət edir ki, yəni kitab və sünnətdə keçən adlardan istifadə etmək yaxşıdır. Çünki insan deyir, nə qədər ki, o başqa, onun əvəzləyici adlardan istifadə edirsə, məsəl üçün, yatsı deyirlər, düzdür? Yatsı deyirlər, ilkindi deyirlər, asra, düzdür? Amma namazın vaxtına da asırdır. O deyir, sən artıq onu başqa adlarla adlandırdığın zaman, o əsl Quran və sünnətdə olan ad deyir, unudulur, yerinə başqa adlar gəlir. Amma yaxşısı nədir, ən gözəl nədir? Quran və sünnətdə hansı adlar gəlibsə, elə o adlarla istifadə eləyəsən ki, hətta o ad insanlarda unudulmasın, yadlarında qalsın. Ona görə deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem həmən bu atəmə haqqında, yəni işanın atəmə adlandırılması haqqında deyir ki, "La yaghlibannakumul a'rabu ala ismi salatikumul işa." Deyir ki, ərəbilər, bədəvi ərəblər sizə üstün gəlməsinlər işa namazının adını atəmə adlandırmaqda. فَإِنَّهُمْ يَعْتِمُونَ بِالْإِبِلِ فَيُسَمُّونَهَا الْعَتَمَ. Onlar deyir, həmən vaxtı dəvələri sağırlar və ona görə deyir, onun adını deyir, atəmə adlandırırlar. Yəni, dəvələri sağdıqlarına görə namazın vaxtını gecikdirir, ona görə deyir, atəmə adlandırır. Amma deyir, onlar sizin bu işa namazınızın adını sizə üstün gəlib atəmə adlandırmasınlar. Yəni, siz onu işa adlandırın. Bax, fikir ver. Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında hamısı orada ərəblər idi. Sadəcə onların içində bəziləri səhrada yaşayan, bədidə yaşayan bədəvi ərəblər var idi. Hansı ki, heyvandarlıqla məşğul idilər, düzdür?
Onlar o dəvəni sağdıqlarına görə vaxt itirirdilər, biraz işanı gecikdirirdilər və işanın adını Atəmə adlandırırdılar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bədəvilər deyir sizin o işa namazınızın adını Atəmə adlandırmasınlar. Yəni sizə bunu üstün gəlib Atəmə eləməsinlər. Bilin ki, sizin onun adını işadır. Bu hədisdə çıxan faydalardan biri də odur ki, insan deyir, başqalarının yanında bir ləfzdən istifadə eləyərsə, onlarda o ləfzin əvəzinə başqa ləfzdən istifadə eləyirlərsə, yaxşıdır ki, onu bildirsin. Məsəl üçün, sən gəlmirsən, burada insanların, belə deyək ki, bir şeyi adlandırdığı bir şeyi, insanlar arasında adlandırdıqları bir ad var. O adı başqa adla adlandırırsan. Ondadır, yaxşıdır ki, sən onların adlandırdığını da bəyan eləyəsən ki, bax, sizin filan şey dediyinizdən qəsd edirəm mən. Çünki burada nə deyir? Sizin deyir, Atəmə dediyiniz namaz, işa. Yəni, onların özünün dediyini daha yaxşı başa düşsünlər deyənə, onların dilindən birinci izah edir onu. Məsəl üçün, nəyi misal gətirə bilərik bugün? Əsr. Ha? Əsr. Məsələn, o namaz ki, məsələn, gəlirsən, deyirsən ki, o sizin ilkində adlandırdığınız namaz var, bax, əsr. Əsr namazı. Əsr qılıb gedəcəm. Amma sənin getdiyin bölgədə əsr tutaq ki, demirlər. İlkindi diləm. Deyirsən, sizin ilkində adlandırdığınız namaz var, əsr namazı. Əsr qılıb gedəcəm. Ki, onlara aydın olsa ki, sən nədən danışırsan? Hansı vaxtdan danışırsan? Bəli. Və həmçinin hədisdədir, ona dəlil var ki, işa namazını gecikdirmək müstəhəbdir. Vaxtından gecikdirmək müstəhəbdir və eyni zamanda burada müsəlmanların, möminlərin halını izləmək lazımdır. Əgər onlar toplanıblarsa, artıq hamısı gəliblərsə, bunu çox gecikdirməyə ehtiyac yoxdur. Namazı tez qılırsan. Amma görsən ki, yox, hələ gecikirlər, yubanırlar, bu zaman gecikdirirsən. Burada da yəni heç bir ziddiyyət yoxdur. Yəni burada bir ziddiyyət yoxdur. Və həmçinin işa namazından qabaq yatmağın məkruh olması. Bu hədisdə işa namazından qabaq yatmağın məkruh olması. Çünki deyir, burada deyir, bədənə bunun zərəri var. Gecənin yuxusuna da sonra deyir, zərər verir. Məsələn, işadan qabaq yatsan, gecə yatamırsan. Həqiqətən də. Və hətta deyir, ola bilər ki, deyir, o işadan qabaq yatdığına görə cəmaat namazını qaçırsın. Və yaxud da ki, yuxulu olduğuna görə, artıq yatıb durduğuna görə o namazın ruhuna uyğun olmasın onun halı. Yəni namazı, belə deyək ki, o xuşulu halda qıla bilməsin. Elə bir ki, yuxudan durub insan və yatmağa meyillidir, biraz yarı yuxuludur. Bu elə bir ki, oradakı məsləhəni, namazın məsləhəsini deyir, itirmiş olur. Ya namazın özünü qaçıra bilər, yatar, yarı yuxulu durar. Çünki məğrib inşa arasında nə qədər vaxt var ki? Bəli, artıq namazda yuxulu olacaq. Artıq bu da namazın məsləhəsinə deyir, uyğun deyil. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm işa namazından sonra danışmağı da sevməzdi. Bu da deyir, gecənin ilk saatlarında yatmağı deyir, qaçırtdığına görə, əgər sən danışarsansa söhbət də uzanar, gecənin o ilk vaxtlarında, xeyirli vaxtlarında deyir, yatmağı deyir, qaçırlar. Bu deyir, və huve enfa'un nawm. Gecənin ilk vaxtlarında yatmaq ən xeyirli vaxtlardır, yuxunun ən xeyirli vaxtlarıdır insan üçün. Onu qaçırdırsan. Və yaxud da ki, gecənin əvvəlində sənin bu cür işadan sonra söhbət eləməyin, çox uzun uzatmağın, gecənin sonunda namaz qılmağı qaçırtmağa səbəb ola bilər. Və yaxud da ki, hətta çox uzun olarsa bu söhbətlər, gecə söhbətləri, məsələn, gecənin artıq sübh namazını belə qaçırtmağa səbəb ola bilər. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm işadan sonra söhbət eləməyi sevməzdi. Burada deyir, ancaq istisna da var. Burada deyir, istisna da var. Bu da nə deyir? Müsəlmanların məsləhəsinə, xeyrinə olan işlərdən danışmaq burada istisnadır. Məsəl üçün, elm məclisi, bax, biz bugün işadan sonra gəlmişik, düzdür, Allah'a zikr edirik, hədis oxuyuruq. Bax, bu istisnadır. Və yaxud da ki, məsəl üçün, cihad haqqında nəysə bir şey danışmaq, müsəlmanların hərbi, müharibə və s. belə haqqında nəsə müzakirələr zədə eləmək, burada deyir, problem yoxdur. Çünki deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm varid olub ki, o Əbu Bəkir və Ömərlə radiyallahu anhumə cihad haqqında işə namazından sonra məsləhətləşmələr eləyərdi. Gecələr söhbət eləyərdi onlarla cihad haqqında. Və həmçinin işadan sonra insanın öz ailəsi ilə də söhbət eləməsində heç bir problem yoxdur. Burada nədir? İstisnadır.
Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm bu da varid olub ki, o işə namazdan sonra gəlib öz ailəsinə söhbət eləyərdi. Deməli biz burada nə başa düşürük? Burada boş-boş, elə-belə lağlağı, oturub çayxana söhbətləri və s. eləməkdən gedir söhbət ki, bunu olmaz. Ya faydalı bir iş görürsənsə gör, ya elm öyrənirsənsə öyrən, ya bir müsəlmanların faydasına olan bir iş görürsən, ya da get ailənlə söhbət elə. Peyğəmbər sallallahu əleyhi və səlləm öz ailəsi ilə ayırıb bu vaxtı. Görürsənmi? Çox təəssüflər olsun ki, bugün bizdə bunun tam əksi gedir. İşadan sonra biz gəlib burada hədis oxuyuruq, bəzi qardaşlar da gedib çayxanada laqqırtı vurub simişkə çıtlayır. Nə gedib ailəsi ilə vaxt keçirtmir, o fəzilətli vaxtı gedib ailəsinə, uşağına sərf eləmir, uşaq gedəndə uşaqlar yatıb 7-ci yuxudadır, başqalar da elə. Nə də ki, gəlib eid məclisindən istifadə eləmir, düzdür, məhrumdur. Yəni, qatıb hamısını ziddiyyət hərəkət edirlər. Yəni, o da olmaz. Allah qorusun. Bu nədir? Yəni, dini düzgün başa düşməmək, aleykümselam, düzgün anlamamaq, düzgün əməl etməmək. Bunun da arxasında nədir? Fəsad gəlir. Bax, gecənin ilkin vaxtlarında yatmağı qaçırdır. Ailəsi uşağı ilə vaxt keçirməyi qaçırır. Uşaq qalar 12-də. Və yaxud da ki, uşaq qalırsa o vaxtda, o uşağa da zərərdir. Saat 11-də uşaq üçün o yuxu ən faydalı vaxt. Onun boyun uzanması və s. bədənin inkişaf eləməsi. Yəni, hər bir halda olmaz. Gözləyirsə uşağa zərərdir. Deməli, onun heç bir rejimi yoxdur və səhər nətə duracaq, namazı eşitmirəm, hələ heç məktəbə durub gedə biləcəkmi, onu da Allah bilir. Gözləmirsə də, sən artıq günüvü bu cür qurursan, uşaqla nə vaxt söhbət edirsən, nə vaxt uşağın dərdinə maraqlanırsan, nə vaxt onun bir şey nəsə öyrədirsən, heç vaxt. Nə vaxt ailənlə, valideyninlə, nə vaxt ayırırsan. Tam ziddiyyət. Deməli, işadan sonra danışmağı Peyğəmbər sallallahu əleyhi və səlləm bəyənməyib. Amma hansı hallar istisnadır? Elm öyrənirsənsə, öyrənə bilərsən. Müsəlmanların faydasına olan hər hansı bir müzakirə edirsənsə, olar. Gedib evdə ailənlə vaxt keçirirsənsə, söhbət edirsənsə, olar. Amma çayxanada laqqırtı vurmaq olmaz. Simişkə, futbola baxmaq, nə eləmək, boş-boş vaxtı zay eləmək olmaz, qardaşlar. Olmaz. Bunu Peyğəmbər sallallahu əleyhi və səlləm sevməyib, bu məkruhdur. Burada deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm o sübh namazı haqqında isə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm biz Ayşə namazını keçən dəfə oxuduğumuz hədisindən də bildik ki, fəcr namazını ala-qaranlıq qılmağı müstəhəb görərdi. Amma qiraətini uzadardı. Gecə yəni qaranlıqdan başlayardı, qiraətini uzadardı. Və burada da deyir, heç bir ziddiyyət yoxdur. Ayşə namazı deyir ki, hədisdə deyir ki, qadınlar da Peyğəmbər sallallahu əleyhi və səlləmlə namaz qılardılar. Artıq namaz qurtarandan sonra ala-qaranlıq olduğu üçün onlar gedəndə heç kim onları tanımazdı. Ayşə namazı hədisində belə gəlir. Bu hədisdə də deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm namazı bitirib qurtaranda bizlərdən oturan o yanındakını tanıyardı. Deyir, hamısı deyir tanımaz. Bu deyir ona dəlalət edir ki, o ancaq öz ən yaxınında olanı tanıyardı, ala-qaranlıq olduğu üçün. Qıraqdakını tanımazdı. Hələ ala-qaranlıq olduğu üçün. Bu da ona dəlalət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm fəcrin ilk vaxtında qılıb həmişə sübh namazını. Keçən dəfəki hədisdən də biz onu başa düşdük. Nə vaxt qılırdı? Yəqin olanda ki, artıq fəcr girib, fəcr namazını qılardı. Hətta bax 60-100 ayə oxuyardı Peyğəmbər sallallahu əleyhi və səlləm. Hələ o qurtaransa, bəli, tam hələ aydınlaşmazdı. Yəni oturan yanındakını ancaq tanıyardı, o tərəfdəkini tanımazdı. Və namazdan çıxıb gedən qadınları yolda başqaları tanımazdı. Kimdir o? Qaranlıq olduğu üçün. Və bugünkü hədisimiz də bu qədər. Uca Allahdan dərən bizlərə eşidib faydalardan etsin. Allah subhanahu taala bizi Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə riayət eləyən, həqiqətən sələfin yoluna tabe olanlardan etsin. Dildə yalanan sələfiyəm deyib sələfin yoluna müxalif olanlardan o etməsin. Əxlaqda, əməldə, namazda, yoldaşlıqda, dostluqda, hamısında Allah subhanahu taala bizi salih sələflərin yoluna müvəffəq eləsin getməyə. Allahumma amin. Və subhanəkə Allahumma hamdik. Əşhədu ən la ilahə illə ənt əstəğfiruka və etûbu ileyk.